Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Ben size söz vermiştim ki her bir su akıntısı olanda mutlak inşallah demiştim ki bu mevzular barəsində biz yeni videolar çekeceğiz ki usta kollegalarımız, bizim kollegalarımız belə bir problemlerle üzləşəndə inşallah bu videolara bakıp ondan fayda görsünler. Yine de bugün adını çekmeyeceğimiz, siz özünüz hamınız bilirsiniz, profesyonel ustalar bilirler. Son zamanlar yani uzun ustalar kondisionerin yumağa gelirler ve çok böyle maraqlısı da nedir? Gedəndə de 200 gram demek gram 100 gramı 10 manatdan gazla vururlar, gazı hara vururlar biz bilmiyoruz ama vururlar ve bundan sonra kondisioner düzeldi deyip çıxıb gedirlər. Müşteri 20-30 gün bundan qabaq təxminən kondisioneri yuduzdurmuş və bundan sonra kondisionerdən su axıb deyə bugün bizə müraciət etmişdi və biz də bugün gəlmişik. İndi inşallah kondisionerin hansı səbəbdən suyu axıtdığını inşallah biz təsbit edib onu aradan qaldıracaq. Hörmətli izləyicilərimiz, əgər hər bir insan bir dəfə, iki dəfə əlinə instrument götürməklə usta olmuş olsaydı, əlbəttə ki, hamı usta olmalıydı. Gördüğünüz kimi güya kondisioner yeni yuyulub və içərisindən bu formada su tökülür. Bunun əlacı nədir? Amma gəlin indi radiatora baxaq. İçdən baxanda radiator çirkli görünür. Gəlin bir qədər yaxınlaşdıraq. Belə də əslində qalsa, belə də baxanda təmiz görünür, amma biz yuyanda inşallah düzəni payızda sağla yuyanda nə qədər çirk çıxdığını inşallah biz sizə görəcəyik. İndi isə arxa vannaya baxırıq. Görək arxa vannaya ümumiyyətlə su dəyibmi? Bəli, hörmətli izləyicilərimiz, əslində kondisioner həddindən artıq çirkli olmayıb, amma görünən o ki vannası tutulub. Gördüğünüz kimi vanna palçığın içindədir. Çünki vannanın yuyulması için elə bu radiator buradan qaldırılıydı. Vannanı qaldırdım ki, yəni içəridə olan çirki rahatlıqla görək. Yəni bu 20 gün bundan qabaq yuyulmuş bir kondisionerdir. Daha doğrusu bir qədər ifadəmizə aydınlıq gətirək, yuyulmamış kondisionerin gördüğünüz vəziyyətidir. Hörmətli izləyicilərimiz, deməli AC Cleaner'i birin 10'a nisbətində vurduq. İndi inşallah AC Cleaner bir neçə dəqiqə orada olan maddələrlə kimyəvi reaksiya girəcək, onu yumşaldacaq və bundan sonra burada olan nə qədər yağ və yaxud başqa maddələr varsa onlar yavaş-yavaş oradan uzaqlaşdırılacaq yüksək təzyiqli su ilə. Bəli, hörmətli izləyicilərimiz, təbii ki biz AC Cleaner'i vurduq. Əvvəllər bir neçə dəfə biz yuma prosesini göstərmişik. Bu səbəbdən 10 saniyədən artıq çəkiliş etməyəcək. Amma qeyd etmək istəyirik ki, hətta bunun orada tutulmasında belə çox böyük önəm var. Yəni siz bu formada deyil, bu formada deyil, ya belə tutmalısınız, ya bu formada tutmalısınız ki, onun içərisində olan kirlər oradan uzaqlaşdırılsın. İndi biz cihazımızı işə salacağıq və yuyulma prosesini göstərəcəyik. Başla. Hörmətli izləyicilərimiz, indi siz özünüz baxın, yəni bir ay bundan qabaq yuyulmuş bir kondisionerdən bu qədər çamur çıxa bilərmi? İndi siz özünüz cavab verin. Hörmətli izləyicilərimiz, hörmətli kollegalarım, demək siz bilirsiniz ki bizim videolarımız təbii ki sizə yardım etmək məqsədi ilə düzəldilir, montaj edilir. Gördüyünüz bu deməli bu plasmas hissə içəri tərəfdən çirklənir. Biz onu yuyanda orada demək suyun yolu dəyişilir və burada da bir
İndi ekranda gördüğünüz bir yer var. Həmin o ekranda gördüğünüz yerə biz yenə də əlbəttə ki, bizim ənənəvi saqqız məsələmizi tətbiq etdik və indi aşağıya baxırıq. Gördüyünüz kimi heç bir su axıntısı yoxdur. İndi inşallah kondisionerin üstünü kapatacağıq. Yenə də 15 dəqiqə gözləyəcək. Bundan sonra inşallah gedəcək. Bəli, hörmətli izləyicilərimiz, biz su axıntısı problemini həll elədik. Və sizə söz verdiyimiz kimi axıntı yerini belə siz ekranda gördünüz ki, inşallah gələn dəfə elə bir problemlə üzləşəndə problemi həll edəsiniz. Qeyd etmək istəyirik ki, ümumiyyətlə su axma problemlərinin çox böyük bir əksər hissəsi kondisionerin düzgün yuyulmamasından irəli gəlir. Və bilmək lazımdır ki, atalar sözü var, çörəyi ver çörəkçiyə, bir çörəyi də üstəlik. Niyə bu sözü deyirik? Çünki bir kondisioner bir araba deyil ki, siz onu özünüz yuyasınız. Və yaxud bu işin uzmanı olmayan, bu işin əhli olmayan birinə verəsiniz. Məsələ burasındadır ki, əgər avtomobili hətta istənilən bir adam tərtəmiz yuya bilirsə, kondisioner ondan dəfələrlə ucuz olmasına baxmayaraq elə bir cihaz deyil. Kondisioneri yuyulması mütləq surətdə bir kondisioner ustasının köməyi ilə həyata keçirilməlidir. Biz bu problemləri həll elədik. İndi inşallah artıq 40 dəqiqəyə yaxındır biz buradayıq və tam əmin olduğumuza görə artıq evimizə gedə bilərik. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Kitabı əldə etmək istəyənlər lütfən bizə müraciət etsinlər. Biz də inşallah WhatsApp-la həmən kitabın PDF formatında göndərərik. Hörmətli izləyicilərimiz, bizi sona qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.